saat 6 radələrində qəza baş vermişdir. Ağsu-Bəhrəmtəpə yolunun 27.5-ci kilometrində Külüllü Kürdəmir diametri 500 mm olan su xəttində dünənlərim axşam saat 6 radələrində qəza baş vermişdir. Həmin qəza baş verdiyi andan Kürdəmir Su Meliorasiya Sistemlərinin İstismar İdarəsi bütün canlı qüvvəsi və texnikası ilə cəlb olunaraq qəzanın aradan qaldırılması ilə əlaqədar tədbirlər görülür. Yəni rayonun bir hissəsinə də diametri 315 mm olan su xətti ilə, alternativ su xətti ilə su verilmişdi. Hal-hazırda gördüyünüz kimi qəzanın aradan qaldırılması ilə əlaqədar tədbirlər görülür, iş gedir. Günün sonuna kimi çalışacaq ki, əhalinin suyu vasitəsilə təmin olunmasını təmin edək. Bundan əlavə bu qəzanın baş verməsi əsas səbəblərindən biri də odur ki, yəni bu xətt 2011-2012-ci illərdə çəkilib. Bu hissədəki olan polietilen turba deformasiya uğradığına görə tez-tez qəzalar olur. Onunla əlaqədar baş idarə tərəfindən tədbirlər görülüb, layihə salınıb. Yəqin ki, sentyabr ayında, yaxın günlərdə bu xəttin yenidən bərpa olunması təmin ediləcəkdir.